ben sizlerle birlikte isim vereceğim. Elbise falan isimleri şöyle benim şu elimde gördüğünüz yani tam böyle siyah bir elbise. Yani bunu hep yapabilir umarım. Bunu vermeyeceğim ama bana gereken şeyler bunlar değil. Ben size nasıl desem Hello Kitty, Melody, Chromie böyle kod defterim evde kaldı. Yani böyle isimler vereceğim. Üzerine Fadze, Saça falan bulon diye böyle yazmak için böyle vereceğim. Hemen Türkçe de danışırım hem de Azərbaycanlı çünkü hem Türk takipçilerim var hem Azeri. Onlar için de bir duysun diye yani eşitsin diye böyle konuşmak daha doğru olur bence haksızlık olmasın diye. Bu kombinin benim zaten bazıları taze etmişəm bu kombini. Necə deyim? Mən qoyacağım orada şəkil postlar yerinə adımı. Kim arkadaşlıq açsa qəbul eləyəcəm. Dost olmaq istəyirəm. Bir də mən çetə yığmaq istəyirəm. Kim dost olmaq istəsə atsa adımı qoyacağım. Baxın da deyib burada Julier 13 Julier altdan xətt 13 2012 yaşım olduğum ayda 2012-də belə deyək də. Ona görə elə qoymuşam yadda qalsın deyə. O adıma Roblox'da arkadaşlık atabilirsiniz, qəbul edəcəm. Neyse biz şimdi karakterlerimizi sıfırlayaq. Bir dəqiqə. Şimdi belə görsədim. Renk yerindən girib bundan renk alırıq. Bir dəqiqə. Və bura basanda belə yəqin ki hamınız bilirsiniz də, yəni bilərsiniz. Şalvar yerinizi yazın Hello Kitty. Zaten gördüğünüz gibi Hello Kitty yazısı gəlir. Belə tam olarak çok gözəl belə bir şalvar var. Hem de çok gözəl. İndi bilmirəm oğlanlar var, qızlara var. İndi oğlan paltarları yerinə də girib yazarım, baxaram. Hello Kitty yazdım. Gəldi ama bu buna uymur. Ona göre də mən daha qəşəng olacağam. Bir zəhmət getdən olar ki, video çəkirəm. Mən ən yaxşısı bura gəlim. Buradan bir dənə ev alım. Yoxsa mən rahat duramayacaqlardı. Səpətləyib eləyəcəklər. Mən onda əsəb oluram. Nəysə.